Hörmətli, dəyərli Dərələz TV izləyiciləri, dəyərli Həsən bəyin qonağıyıq və qovuşuqda doğulubdur. Öz haqqında məlumat verəcək, qovuşuqla bağlı, həm orada doğulduğu günlər, tarixlə bağlı informasiya verəcək. Buyurun Həsən bəy, özünüz haqqında zəhmət olmasa. Mən Qovuşuq kəndində doğulmuşam 1961-ci ildə. Anam Şərəbanı, Baxşalı qızı, atam Əziz Soloğlu. Bəli, orada doğulandan sonra anam tez rəhmətə gedibdi. Tez rəhmətə gedəndən sonra atam da 70-ci ildə, ondan xeyli sonra rəhmətə gedib. Məni qardaşım Eyvaz saxlayıb, sonra saxlayıb. Ondan sonra da kömək Bəxşəliyev Mamet mənə yaxşı dayaq dururdu. Mamedov Paşa, Mamedov Zalal, Allah rəhmət eləsin hamısını. Kənd cəmaatımız başqa cəmaat idi. Bütün dəyərli, tağəmin qabaqlıdan biri polisə gedən ki, elə avtobusdan salırdı qarşıda, deyirdi qayıt ged evinə. Allah rəhmət eləsin tağəmmədir. Çox yaxşı ağsaqqalı idi. Bəli. Allah qarşı cəmaatı qalanlarına can sağlığı versin. Ölənlərinə də rəhmət eləsin. Atan da Ayramil gözəl insan olub, sakit, yaxşı həkim olub. Anan Zeynəb qonşum olub, çox yaxşı. Oxşamsan, bəli, atana da, anana da. Allah köməyiniz olsun. Həsən bəy, bir şey deyək. Qovuşuqla bağlı bir xatirələrin, qovuşuq yaddaşlarında nələr qalıbdı və o vaxt 88-də çıxanda neçə yaşınız var idi? 33, 32 elə yaşım vardı. Poçta işləyirdim. Zəfər əmmin yanında işləyirdim. Mənə çox dayaq dururdu, bəli, orada işləyirdim. Kəndimiz yaxşı kənd idi. Toyumuz olurdu, kimin qapısındasa toy olurdu. Qavşıq cəmaatının bir nəfəri qalmırdı. Hamı tökülürdü toya, yas olurdu. Onun xəbəri olmurdu. Vedrə ilə ərişlərini pişirib, umazı pişirib gətirirdilər həmən evəkin, onun başı qatışıbdı. Qoy bunlar çörək yesin. Çox yaxşı kəndi idi. Mən idim, yoldaşım idi. Düz qalxdıq köçəyə. Orada buz yeri vardı. Girdik orada yer vardı oralara. Axır əlim dedi, ki, mən soyuğu aldım. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Gözəl insanı. Yaxşı qonşularım olubdu. Belə deyək. Rəhbərlik kim eləyirdi bu məlum hadisələrdə, ermənilərin qarşısını almaqda? Paşa Naxçıvana gəldi, oradan samalyotlar göndərdi, vertolyotlar cəmaatımıza çörək göndərirdi. Paşa çox kömək eləyib, Calalın özü pis eləməyib, çox kömək eləyiblər. Paşa rəhmətlik vertolyotla çörək göndərirdi. Axırda qalanlar üçün. Bəli, hökumətə xəbər verirdi ki, belə işte hadisələr olur da ermənilər tərəfindən. Allah rəhmət eləsin ölənlərimizə. Allah rəhmət eləsin. Həsən bəy, bir məsələni də sizlərlə bölüşək. Ümumi olaraq Dərə cəmaatı və Qovuşuq kəndində dağlar, dərələr, bulaqlarla bağlı gəzmisiniz o gözəl yurt yerlərini. O Qilbə bulağın suyundan ola bircə istəkam saat içəsən, deyəsən oxay. Bəli, sular Məzməzək bulağının, belə deyək, Kərəmin bulağı, Otay bulaq deyirdik. Ondan yox idi, dərədə yox idi o sudan. Yastı bulaq. Yastı bulaq, bəli. Yəni yaddaşlarınızda o xatirələrdə. Çox var, indi onları had etsək. Dedikcə qutarmaz onlar. Və dağlarla bağlı bizim o yurt yerimiz olan yaylaqlardır, dağlardır. Yadımızda qalan o dağlarla bağlı. Meşənin başındaydı bizim, belə deyək, dağlancıqlar, çıxırdılar ora cəmaatımız məktəb bağlananda. Çıxırdılar haradasa iyul ayının axırı gəlirdilər ki, uşaqları məktəbə gedəcək. Yaxşı yer idi. Yerə söhbət yox, cənnət idi. Orada cənnət idi.